Word proqramı nə üçün nəzərdə tutulub Aynur? Mətnlər üçün, sadə və mürəkkəb mətnlər üçün. Doğrudur. Susmaya görə olan faylın adı nədir Word-də? Dokument 1. Dokument 1. Harda yerləşir dokument 1? Ə, ə, yux, ə, bəli, yuxarısında nəyin yuxarısında? Başlıq sətrinin yuxarısında. Ay sağ ol. Başlıq sətrinin yuxarı e, Sağ küncündə. mərkəzində daha doğrusu mərkəzində. Sağ küncündə nə yerləşir başlıq sətrinin? Bəli, sağ küncündə pəncərələri idarə edən düymələr. Düzdür. Close-un klaviatura qarşılığı nədir? Ctrl F4. Ctrl F4. Registri dəyişmənin klaviatura qarşılığı nədir? Registrin. Ay, unuttum onu. Onu unuttum. Shift F3. Shift F3. Mhm. Aha. Quick Access Toolbar, yəni cəld müraciət paneli nə üçündür, harda yerləşir? Ə, Müraciət etmək üçün, əmrləri daha asan əlçatan eləmək üçün və Doğrudur. Harda? istədik yuxarı sol küncdə. Aha, başlıq sətrinin yuxarı sol küncündə. Bəli, Başlıq sətrinin yuxarı sol küncündə yerləşir. Bəs desək ki, menyu zolağından aşağıda da yerləşə bilərmi? bəli, yerləşə bilər. Hansı əmr vasitəsilə olur Show bu? above show above eləsək, daha doğrusu allow eləsək aşağı, above eləsək yuxarı. Ha, show below eləyəndə aşağı, above-la vuranda yenidən yuxarı olur. Bəli. Dokument 1-in genişlənməsi necədir? Docx. Bəs şablon? .x. Word-də əsas struktur elementi. Simvol. Simvol. Vəziyyət sətrində desə və yaxud da ki, susmaya görə Word-ün görünüş rejimləri neçə dənədir? 3 görünüş rejimi var. Read mode, print layout, bir də web layout. Web layout. Read mode-da neçə xəttkeş görsənir? Read mode-da xəttkeş aktiv olmur. Print layout. Printdə 2 tənə hər iki xəttkeş aktiv olur. Doğrudur. Bəs web layout? Orada yalnız üfüqi xəttkeş aktiv olur. Doğrudur. Zoom-u nə qədərdir Word-ün? 1500. 1500. Susmaya görə Susmaya görə 100. şriftin ölçüsü nə qədərdir Word-də? Yazıda yəni. Şriftin ölçüsü 8-dən səhv etmirəmsə 72-yə qədər səhv edirəm. Yox, doğrudur. 8-72 aralığıdır. Minimum 8, Bəli. maksimum 72. Bəs susmaya görə 10. 11. Oy 11. Susmaya görə 11-dir. Hı -hı. Yadda qalsın. Bəli. Seyvəzlə sevin fərqi nədir? Fərq deməli save ilkin variantda yaddaşa verir. Save as isə ondan dəyişiklikləri yaddaşa verir. Hansı dəyişiklikləri edə bilirik seyvəzdə faylla bağlı? Edə bilirik faylın adını, tipini dəyişə bilirik, parol qoya bilirik, bir də müəllif əlavə edə bilirik. Aha, Azər müəllif. Seyvəzin klaviatura qarşılığı Save as-in F12. F12. Desəm ki, faylın tipində dəyişiklik etməyə, faylın uzunluğunu, ölçüsünü dəyişmək, səmtləşməsi aiddir, aid deyil. Ay deyil. Aid deyil. Onların heç biri tipə aid deyil, yadda qalsın. Bəs save-in klaviatura qarşılığı nədir? Ctrl S. Ctrl S. Fayla bir seyvəzdən parol qoya bilirəm. Bir də hansı əmr vasitəsilə qoya bilərəm? Deməli bir dənə save as-dən qoy orada. Bir də şey var idi orada. Protect nə idisə onun adı. Infodan eləyirdik onu. Fayldan infodan. Infodan düzdür. Protect document, onun içərisində də restring editing var. Yəni redaksiyasına, düzəlişinə parol qoymaq. Bəli. Open-ın klaviatura qarşılığı. Ctrl O. Ctrl O. Registrin ki nə oldu klaviatura qarşılığı? Nə oldu? Ay shift F3. Shift F3. F3. Mhm. Yadda qalsın. Orada. Mübadilə buferi neçə element tutur? Neçə tuturdu? 16. 24. Hı, Neçə element tutdu mübadilə buferi? 24. 24.
Copy'nin klaviatura qarşılığı. Neyin? Copy. Nüsxə Aha, çıxarmaq. aha. Bəli. O şeydir. Kontrol S. C Control. yəni. Aha, doğrudur. Bəs katınçı? Kontrol X. Control X. Paste. Kontrol V. Control V. Doğrudur. Mətni sağdan düzləndirmək, soldan düzləndirmək, klaviatura qarşılıqları. Haha. Sağdan düzləndirmə. Deməli, sağdan olanda R-dir, soldan olanda left-dir, mərkəzə E-dir. O birisi də just nə bilim neydisə J hərfi latınca. C hərfi. Bunlar nə iləndir? Kontrolla yoxsa shiftlə? Shift-lə. Kontrolla. Uy, Control R, Control L, Control Just F. Bunlar kontrollandı hər biri. Yadda qalsın, yaxşı onlar. Çap zamanı görünməyən simvolları göstərən əmr hansı əmrdir? Pi oxşayan bir şey. Düzdür, P-dir. Abzasların nömrələnməsi neçə cür olur? 3 cür olurdu səhv etmirəmsə. Düzdür. E, Hansılardır? hmm, şey var idi orada. Rəqəmlərlə nömrələmə, hərflərlə nömrələmə. E, deməli, bir də işarələrlə idi. Belə Yəni necə adlandı? Markerlənmiş, bəli, markerlərmiş. Hı, elə bil. nömrələnmiş, bir də çox səviyyəli. Çox sağ olun. Aydındır. Bəli. Səidə, Bəli, müəllim, axşamınız xeyir. hər vaxtınız xeyir. Səidə, registri dəyişməyə hansılar aiddir? İçərisində 5 dənə əmr var. Əmrlər soruşuram. Sentence case, lowercase, uppercase, bir də var toggle case, bir də Və neydi Allah? Capital case idi deyəsən. kapitalist each word. Each word. Registri dəyişməyin klaviatura qarşılığı Shift F3. Shift F3. Find əmri nə iş görür? Axtarış üçündür. Axtarış üçündür. Hansı lint qrupunda yerləşir find əmri Səidə? Find. Deməli. Bəli. Home'dadır. Home lint tabında. Hansı lint qrupunda? Home linkdə. Onu bilmədim müəllim. Tuncay hansı lint qrupudur? Editing. Editing. Yadda qalsın Səidə, editing lint qrupunda. Yaxşı. Find'in klaviatura qarşılığı? Control F. Find əmrini aktiv eləyəndə hansı pəncərə açılır? Deməli, find and replace açılır. Xeyr. O find'in içərisində deyil. Hə, başqa bir bildim müəllimə, hə. Qələm aktiv olur. PowerPoint Aynen qarşı. Səidə. Araşdırdım, getdim Power'ə. Tuncay find əmrini aktiv eləyəndə hansı panel açılır? Hansı pəncərə? Navigation pane. Navigation pane Səidə. Navigation. Hə, navigation. Bildim. Navigation'da nə üzrə axtarış eləyə bilirlər? Nə idi müəllimə, bilmirəm onları. Dərsə baxmamışıq Səidə. Baxmışam, yadımda qalmır. Başlıq. Headings. Page, səhifə, result da nəticə. Səhifə. Başlıq, səhifə, nəticə. Yaddan çıxmaz. Yaxşı. Səidə, replace'in klaviatura qarşılığı nədir? Replace. Control. Replace neydi? Control H. Hə. Kontrol H. Replace əmrini aktiv eləyəndə hansı pəncərə açıldı?
Find and replace açılır orada. Axtarış əvəz eləmə. Qoltuğunun klaviatura qarşılığı. Ctrl C. Qoltuğu ilə nələrə keçid etmək olmaz? Sənədə, sözə, bir də abzasa. Doğrudur. Şriftin ölçüsü nə qədər oldu Word-də? 8-dən 72-yə qədər, susmaya görə 11. Doğrudur. Maksimum neçə vərəq çap etmək olar? Maksimum neçə verək? Mübadilə buferində neçə olur onu Mübadilə deyirsiniz? yox, printdə. Printdə 16 səhifə. 16 səhifədir. Printin klaviatura qarşılığı. Ctrl P. Təklif, irad, məsləhət, tövsiyəni bildirmək üçün olan əmr. Təklif. Doğru, yadımda deyil o. Tuncay, Neydi o mənim? Feedback. feedback. Necə? Eşitmədim. Feedback. 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 Hı -hı. Kompüterdə nastroyka işlərini hansı əmr görür? Yəni sazlanma işlərini. Hə. Hə. Neydi? Editing yox. Options. Necə? Options. Eşitmədim. Options. Options əmri nəyin içərisində yerləşir? Fayldaydı da. Fayılda doğrudur. Zoom-u nə qədərdir Word-ün Səidə? Maksimum 500-dür. Susmaya görə 100. Səidə, bu registri dəyişmək üçün olan əmr hansı lent qrupunda yerləşir? Deməli, Shift F3, onu deyirsiniz. Aha. Harada Həmin yerləşir? əmr hansı lent qrupundadır? Səidə, paragrafdadır, fontda. Fontda olar. Fontdadır. Nəyə görə? Çünki yazı ilə bağlıdır. Abzasla bağlı olan əmrlər paragrafdadır. Yazı ilə bağlı olanlar fontdadır. Aha. Aydındır? Bəli. İndi Word-ün arxasını izah edirəm. Insert tabını keçirəm. Daha sonra sizdən bir nəfərdən soruşuram ümumilikdə insert-ə qədər. Ona görə diqqətli olun. Ekran görsənir? Hə, paylaşdım. Bəli, görsənir mənim. Tamam. Baxırıq insert lent tabına. Diqqətli olaq. Burada lent tabıdır, lent qrupudur, içərisindəki əmrlər. Əsas imtahana düşən suallardır. Şəkildir, əmrdir, lent tabıdır, lent qrupudur. Diqqətli olsanız, mən izah elədikcə diqqətiniz burada olsa, şəkilləri beyninizdə screenshot eləsəniz, sizdən ötürü heç bir problem qalası deyil. Özdə imtahana kimi də bunun üstündən bir dəfə də təkrar gedəcəm. İndən diqqətli olsanız, bir dəfə də təkrarda heç bir probleminiz olası deyil, yəni. Insert lent tabında page lent qrupu var. Page lent qrupunun özü səhifə ilə bağlı olan, yəni vərəqlə bağlı olan lent qrupudur. Bu lent qrupunun içərisində 3 dənə əmr var. Cover page'dir, blank page'dir, bir də ki page break'dir. Görürsünüz ki, bu 3 əmrin üçündə də page sözü var. Şəkli beləcə nəzv verdi. Lent qrupunu soruşdu ki, hansı lent qrupuna aiddir? Yadınızda qalmayıbdı. Şəkillə tutun ki, hər üçündə də page sözü var. Deməli, vərəqlə bağlıdır.
Elə orada da götürəsiniz ki, page length qrupu. Nəyə görə vərəqlə bağlıdır? Burada cover page əmri var. Desək ki, nə iş görür? Ön səhifəyə belə şablon hissələr əlavə eləyir. Şablon hissə bir növ üz qabıqlarıdır. İstər jurnalların, istərsə də kitabların bu formada üz qabıqları olur, yəni başlıqları. Buna deyir ki, şablon. Qaydasını soruşanda desək ki, cover page əmri nə iş görür? Deyəsiniz ki, ön səhifəyə şablonlar əlavə etmək üçündür. Yəni bu tipdə üz qabıqları əlavə edir. Başa düşəsiniz deyə deyirəm. Daha sonra var blank page əmri. Desə bəs bu nə iş görür? Görürsünüz ki, qayda yaddan çıxıbdır. Bura baxırsınız ki, bu vərəq tamamilə boşdur. İçərisi belə-belə olanlar ya mətindir, ya da ki, üz qabıqlardır bu tipdə. Amma içərisini boş gördünüzsə də, deməli boş vərəq əlavə eləyir. Özündən sonraya boş vərəq əlavə eləyir. Deməli, cover page ön səhifəyə şablon hissə əlavə elədi. Amma blank page boş səhifə, yəni boş vərəq əlavə edir. Daha sonra var page break əmri. Break-in özü sındırmaqdır. Page-dəki səhifədir. Səhifənin cari hissəsindən sındırır, digər səhifənin başlığını əlavə eləyir. Cari hissədən sındırır, digər səhifənin başlığını əlavə edir. Hansı əmr vasitəsilə etdim? Page break əmri vasitəsilə. Deməli, cover page əmri şablon hissə əlavə etdi. Şablon. Ön səhifəyə şablondur, yəni üz qabıqları. Blank page deyəndə qaydası yadımdan çıxıbdır. Şəkildən görün ki, boş bir vərəqdir. İçərisində mətin falan yoxdur. Deməli, boş vərəq əlavə edir. Page break deyəndə yadınıza düşsün ki, break sındırmaqdır. Səhifənin cari hissəsindən sındırır, digər səhifəyə keçir. Yəni, növbəti səhifənin başlığını əlavə edir. Hər üç əmrin üçü də yerləşir page length qrupunda. Insert-də length tabında. Mən desəm ki, cover page əmri hansı length tabındadır? Deyəsiniz ki, insert-də. Desəm ki, hansı length qrupundadır? Yadınıza düşsün ki, üç əmrin üçündə də page sözü var. Deməli, elə page-də length qrupunda yerləşir. Amma burada bir şey deyim, onu dəyişik salmayın. Burada page break əmri var. Bir də layout length tabında 1x əmri var. Hər ikisinin funksiyası eynidir. Sadəcə bir fərqləri var ki, 1x ilə olan, s ilə olan layout length tabında yerləşir. Baxın, şəkli verər, 1x yazılar. Yəni, bu tipdə saldığı olubdur. S ilə gördünüzsə də layout length tabındadır. Page break şəklində görsəniz, page ilə olsa insert length tabındadır. Baxın, elə şeylərdə diqqətli olun. Deməli, page ilə break-i versə insert-dədir. Amma S ilə versə 1x kimi o layout length tabındadır. Çünki şəkli beləcə veribdir, soruşubdur ki, hansı length tabında yerləşir və yaxud da ki, hansı length qrupudur. Gətirir qəsdən insert-ü də salır, layout-u da salır. Page length qrupunu da salır, page setup length qrupunu da verir. Ona görə şəkil yadınızda qalsın, length tabıdır, length qrupudur. Onsuz bunu indi izah edəndə bir də deyəcəm. Daha sonra var tables length qrupu. Yəni ki, cədvəl əlavə etmək. Buradan cədvəl əlavə olunur. Misal üçün, bu tipdə verir, indi belə işarələmir. Sadəcə yazır ki, 6 vurulsun 5. Oradakı 6 nədir? 6 sütunların sayıdır. 5 də sətirlərin sayıdır. 6 vurulsun 5-də 6 sütunların sayıdır. 5 də sətirlərin sayıdır. İçərisindəki bunlar sətirlərdir. Həmişə bu tipdə Word-də versə,
Birinci olan rəqəm sütunun sayıdır. İkinci olan rəqəm sətrin sayıdır. Daha sonra deyir ki, Word-də cədvəl əlavə etdiyimiz zaman 2 dənə əlavə lent tabı açılır. Hansılardır? Cədvəl əlavə etdiyimiz zaman 2 dənə əlavə lent tabı, bir table design'dır. Bir də ki, table layout'dur. Baxın, cədvəl əlavə etdiyim zaman hansı 2 dənə əlavə lent tabı açılır? Bunlar əlavə açılandır. Yəni, əsas lent tabları sayılmır. Əlavə açılır. Ancaq cədvəl əlavə edən zaman. Biri oldu table design, biri də oldu table layout. Table designla dekorativ işləri görürəm. Yəni, bir növ bərbəzə işləri. Xananın rəngini dəyişməkdir, kənar xəttləri dəyişməkdir, yəni sərhədləri. Bunların hər birini görürəm table designla. Biri də var table layout. Table layout da cədvəllə bağlı struktur işləridir. Hansı struktur işləridir? Misal üçün, draw table-la qələm aktiv edirəm, qələmdən dəyişdiklərdir. Daha sonra pozandan silirəm. Delete-lə sətr, sütun, xana, cədvəli silmək üçündür. Var insert above, var insert below. Insert above yuxarı sətr əlavə eləyir. Insert below aşağı sətr əlavə edir. Insert left sola sütun əlavə eləyir. Bunlar sütunlardır, uzun olanlar. Insert right sola sütunlar əlavə eləyir. Merge cells var. Cells xanadır, merge də birləşdirməkdir. Merge cells əmri xanaları birləşdirmək üçün nəzərdə tutulubdur. Deməli, cells, xana, merge də birləşdirmək. Merge cells nə işə yarayır desə, xanaları birləşdirir. Daha sonra var split cells. Split bölməkdir, cells də yenə xanadır. Yəni, xanaları bölmək üçün nəzərdə tutulubdur. Daha sonra split table var. Yenə split bölmək, table da cədvəl. Cədvəli bölmək üçün nəzərdə tutulubdur. Yəni, cədvəl əlavə etdiyim zaman 2 dənə əlavə lent tabı açılır desə, table design oldu, table layout oldu. Bura qədər təkrarlayıram. Table designda dekorativ işləri gördüm, yəni xananın rəngini, kənar xəttlərin rəngini dəyişdim. Table layoutda strukturla bağlı olan işləri görürəm. Yəni qələm aktiv edirəm, poza bilərəm, sətr, sütun, xananı silə bilərəm. Insert above-la yuxarı sətr əlavə elədim. Insert below-la aşağı sətr əlavə etdim. Insert left-la sola sütundur. Insert right-la sağa sütundur. Uzun olanlar sütundur, bu formada olanlar sətirdir. Elə yadınızda saxlayın. Merge cells-da dedim ki, cells xanadır. Merge cells deyəndə xanaları birləşdirdi. Split cells deyəndə xanaları böldü. Split table-da deyəndə cədvəli bölür. Daha sonra height-la xananın hündürlüyünü artırıb azaldıram. Height hündürlükdür. Width eynidir. Width-lə də xananın hündürlüyünü, yəni ölçüsünü artırıb azalda bilirəm. Daha sonra var burada text direction əmri. Bu text direction-ı bu formada şəklini verir, lent qrupunu soruşur. Lent qrupu yadınızda qalsın ki, alignment lent qrupudur. Text direction-ın lent qrupunu soruşsa, alignment lent qrupudur. Bəs text direction nə iş görür? Xana içərisində yazılan yazının istiqamətini döndərmək üçündür. Xana içərisində olan yazının və yaxud da ki, mətnin istiqamətini döndərmək üçün nəzərdə tutulan əmrdə isə text direction-dır. Text direction əmri hansı lent qrupunda yerləşir desə, alignment-dir. Bəs hansı lent tabıdır desə, table layout-un içərisindədir. Baxın, eləcə layout verər. Bir də table layout verər. Text direction əlavə açılan lent tabın içərisindədir. Table layout-un.
Baxın, nə formada düşübdüsə də o formada da deyirəm. Table layoutun içərisində oldu. Şəkli beləcə nəzv verdi. Bir də alignment lent qrupunda diqqətli olun, yadda saxlayın. Daha sonra cədvəllə bağlı sizə bir şey də deyim. Yaddan çıxmamış. Biri var enter düyməsi. Bir də var tab düyməsi. Cədvəldə soruşur onu həmişə. Deməli, biri oldu enter, biri də oldu tab. Sual verir ki, enter düyməsini cədvəlin içərisində, daxilində yəni, xanada aktiv eləyən zaman nə baş verir? Enter düyməsini xananın içərisində vuran zaman xananın hündürlüyü artır. Sual verir, deyir enter düyməsini xananın içərisində vurduğum zaman nə baş verər? Deyəcək ki, xananın hündürlüyü artır. Bəs enter düyməsini cədvəlin xaricində, istər sonuncu xanada, istərsə də digər xanalarda kursoru aktiv eləyib enteri vurduğum zaman yeni sətr əlavə olunur. İstər burada da yeni sətr əlavə olundu. İstərsə də sonuncu xanada da enteri vuranda yenə yeni sətr əlavə olunur. Deməli, fikrimizi toplayırıq. Enter düyməsini xananın içərisində vuranda xananın hündürlüyü artır. Enter düyməsini xananın çölündə vuranda, istər sonuncu xanada, istər digər xanalarda vurduğum zaman yeni sətr əlavə olunur. Biri də var tab düyməsi. Tab düyməsini xananın içərisində vurduğum zaman kursor buradadır. Tabı vuranda kursor gəlir keçir bura. Yəni kursor mövqeyini dəyişir. Desək ki, tab düyməsini xananın içərisində vurduğum zaman nə baş verir? Deyəcək ki, kursor mövqeyini dəyişir. Bəs tab düyməsini xananın çölündə sonuncu xanada vurduğum zaman sonuncu xanada yeni sətr əlavə olunur. Xananın içərisində vuranda kursor mövqeyini dəyişdi. Sonuncu xanada vuranda da yeni sətr əlavə olunmuş oldu. Daha sonra burada var Excel spreadsheet. Excel spreadsheet əmri deyəndə, yəni ki, hazır belə Excel cədvəlləri gətirir işləmək üçün. Sadəcə soruşur ki, Excel spreadsheet əmri nə iş görür? Hazır belə şablon Excel cədvəlləri gətirir. Bir də burada nə yadınızda saxlayasınız? Burada var convert text to table əmri. Görürük ki, bu əmr aktiv deyil. Desək ki, bu əmr nəyə görə aktiv deyil? Deyəcək ki, çünki obyekt seçilməyibdir. Misal üçün, bura hər hansı bir söz yazıram. Bunu belə seçdim. Convert text to table əmri aktiv olur. Bunun rəngi solğun olmağı deməkdir ki, aktiv deyil. O da sual verir ki, bu əmr nəyə görə aktiv deyil? Deyəsiniz ki, çünki obyekt seçməmişəm, yəni mətn seçməyibsən. Mətni seçdiyin zaman convert text to table əmri aktiv olur. O da nə deməkdir? Mətni cədvələ çevirmək deməkdir. Mətni cədvələ çevirmək üçün nəzərdə tutulubdur. Desək ki, convert text to table əmri nə iş görür? Mətni cədvələ çevirmək üçün nəzərdə tutulubdur. Hansı əmrin içərisindədir? Table əmrinin. Hansı lent tabındadır? Insert lent tabında yerləşir. Insertdə. Daha sonra var Quick Tables. Quick Tables'da da belə hazır şablon, kalendar fason şeylər gətirir. Yəni hazır cədvəllərdir bir növ. Belə kalendarlar gətirir. O Quick Tables'dır. Əsas
Convert to, text to table yadda saxlayırsınız, sütunlardır. Cədvəl əlavə etdiyin zaman hansı 2 dənə tab açılır? Çünki imtahana düşür ki, bunlardan hansılar Word-ün əsas lent tabları sayılmır. Qəsdən layoutu vermir. Çünki layoutu versə, table layoutu da versə, yəni hər ikisini, orada seçmək asan olur. Layoutu vermir, qəsdən gətirir, table layoutu verir. Tələbə də table layoutu görən kimi deyir, Word-də layout var idi. Ta demir ki, layout var idi, əsas lent tabı. Amma table layout sonradan açılandı, yəni əlavə lent tabıdır. Ona görə əsas lent tabları bu yuxarıda gördüklərinizdir. Soruşsa ki, əsaslar hansılardır? Cavab variantında ancaq bunları seçirsiniz. Digərləri varsa da deməli əlavədir. Bir də Word-ün lent tabları ümumiyyətcə yadınızda qalsın. Çünki Excel-də fərqlidir, PowerPoint-də də fərqlidir. Yəni fərqli olanlar var daha doğrusu. Ona görə bunlardan hansılar Word-ünküdür deyəndə ta Excel-i gətirib Word-ə qatıb, PowerPoint-i Word-ə qatıb elə şey olmaz. Ona görə yadda qalsın. Deməli bu table əmri hansı lent tabında yerləşdi? Insert hansı lent qrupunda yerləşdi? Elə tables da lent qrupundadır. Daha sonra var illustrations lent qrupu. Illustrations lent qrupunda pictures əmri var. Shapes əmri var. Icons'dur, 3D modeldir, smart artdır, chartdır, screenshotdur. Burada picture şəkildir. Bilirik ki, şəkillər əlavə etmək üçündür. Shapes bu tipdə fiqurlar əlavə etmək üçün nəzərdə tutulubdur. Shapesdən fiqurlar əlavə edirik. Icons deyəndə bir növ smayliklərdir. Yəni ikonlar, smayliklər əlavə etmək üçün nəzərdə tutulubdur. 3D model, 3D modeldə olan fiqurlardır. Əsas nəyə diqqətli olursunuz? Smart arta. Smart artın işarəsindən də soruşduğu olubdur. Misal üçün deyibdir ki, bunlardan hansılar smart art əmrinə aiddir? Bunun şəkli yadınızda qalsın. Belə yaşıllı şəkil versə, yadda qalsın ki, smart arta aiddir. Smart art ağıllı diaqram deməkdir. Ağıllı diaqramlardır. Bu diaqramların hər biri. Bu diaqramları belə imtahana saldığı olubdur. Deyibdir ki, hansı diaqrama aiddir? Chatı da veribdir, smart artı da veribdir, 3D modeli də. Yəni bunlardan hər birini verdiyi olubdur. Belə diaqramlar görsəniz, belə fiqurlar, bilin ki, smart arta aiddir. Və yaxud da bunların içərisində söz verdiyi olubdur. Misal üçün, bu tipdə olubdur diaqram. Bunun içərisində informatika sözü verdiyi olubdur ki, hansına aiddir, hansı diaqrama aiddir. Şəkillə verdiyi də olubdur, sözlə verdiyi də olubdur. Bir sözlə bu tipdə diaqramlar görsəniz, bilin ki, smart art. İçərisində yazı olsa da, olmasa da. Soruşdu, hansı diaqramdır? Smart art. Daha sonra var chat. Chatda da bu tipdə diaqramlardır. Bunu hər dəqiqə şəkillə verdiyi olmayıbdır. Amma yəni yadınızda qalsın ki, smart artla dəyişik salmayasınız, ona görə göstərirəm. Screenshot da bilirik ki, ekranın şəklini almaq üçündür. Bu əmrləri burada da deyirəm. Yadınızda qalsın ki, istər şəkil, istərsə də fiqur. Hər biri illustrations lent qrupunda yerləşir. Baxın, Word-ü verdisə, illustrations lent qrupudur. Nəyə görə deyirəm yadınızda saxlayın? PowerPoint-də bunlar fərqlidir. Şəkillər orada images lent qrupundadır, fiqurlar illustrationsda. Ona görə bu tipdə şəkli versə, demin nəyi də olmasa, sualı verəndə mötərizənin içində yazır ki, Word-a aidmi sualdır, Excel-ə mi aid sualdır, PowerPoint-ə mi aid. Yəni orada həmişə sualı oxuyanda sualın şərtini diqqətli olun. Görün nəyə görə aid sualdır, nəyi sizdən istəyir. Yəni belə bir-birinlə əlaqəli olan lent qrupları var. Ona görə sizdən ötürü deyirəm ki, yadınızda qalsın. Onlayn videolar mediadadır.
Burada da bu formada yadınızda qalsın onlayn videonu. Şəkli bu tipdə versə, bilin ki, Media Lent qrupudur. Insert-də lent tabında yerləşir. Daha sonra var Links Lent qrupu. Links Lent qrupunun içərisində əmrlər var. Link əmridir, bookmarkdır, bir də ki, cross referencedir. Link əmri keçid etmək üçün nəzərdə tutulubdur. Nələrə keçid edirəm? İlk öncə yadda qalsın. Linkin klaviatura qarşılığı Ctrl-K düyməsidir. Desəm ki, linkin klaviatura qarşılığı nədir? Ctrl-K. Daha sonra sual verir. Deyir, link əmrini aktiv elədiyimiz zaman hansı pəncərə açılır? Link əmrini aktiv elədiyim zaman Hyperlink pəncərəsi açılır. Link əmrini aktiv eləyəndə Hyperlink pəncərəsi açılır. Linklə nələrə keçid eləyə bilərəm? Linklə keçid eləyirəm web səhifəyə. Linklə keçid eləyirəm hazırki dokumentimə. Daha sonra create new document, yeni yaradılmış dokumentimə. Bir də ki, e-mail adresinə. Bu 4 dənəyə link vasitəsilə keçid eləyə bilirəm. Bir də götürəm. Link keçid etmək üçün nəzərdə tutulubdur. Nələrə keçid eləyirəm? Web səhifəyə, hazırki dokumentimə, yeni yaradılmış dokumentimə, bir də ki, e-mail adresinə. Linkin klaviatura qarşılığı oldu Ctrl-K. Link əmrini aktiv elədiyim zaman açıldı Hyperlink pəncərəsi. Daha sonra var bookmark əmri. Bookmark əlfəcin əlavə etmək üçün nəzərdə tutulubdur. Əlfəcin o kitablarda oxuyursunuz, hansı ki yerdə qalırsınız, belə kağızlar da satılır. Bunlardan da kitabın arasına qoyursunuz və yaxud da ki xüsusi alətlərdir. Onlara əlfəcin deyilir.